Aa, sen hardasan? Yaxşı sağoldu ki adamın Ruslar demiş, nastavniki, adamı öğreden, adamı irəli aparan müəllim, sual verər, sən hardasan? Və sən də cavab verməyəsən, sadəcə görəsən ki, hardasan. Bizə artıq suala cavab vermək lazım deyil. Eşidirsiniz məni? Bizə artıq suala cavab olmaq lazımdır. Biz özümüz artıq İsa Məsihdə biz suallara cavab olmalıyıq. Özümüz. Biz suallara cavab verməli deyilik. Çünki hər şey özü və asanlıqla baş verir. O vaxt ki, sən dərk edirsən ki, sən kimsən? O vaxt ki, sən dərk edirsən ki, sən atadasan və ata səndədir. O vaxt ki, sən dərk edirsən ki, sən və ata birsən, o vaxt ki, sən xaricdə olanı, ətrafda olanı daşlaşmış və dünyanın baxışı ilə desək, dünyanın baxışına desək, dəyişməz olanı götürüb öz daxilinə yerləşdirəndə, sən onu götürüb səmavi padşahlığa gətirəndə, çünki kəlam deyir ki, səmavi padşahlıq sizin daxilinizdədir. Sən onu səmavi padşahlığa gətirəndə, onun dəyişməmə, onun gözəl bir şəkilə, sən istədiyin şəkilə düşməmə fürsəti qalmır. Onun bir əlacı qalır. O dəyişməyə məhkumdur. O dəyişməyə məhkumdur. Çünki səmavi səltənət belədir. Oranın qanunları belə işləyir. Əziz qardaşım, əziz bacım, Halleluya. Biz nədən danışırıq? Biz danışırıq bizim daxilimizin sirlərindən. Biz danışırıq ki, səltənətin əsas sirri bizim daxilimizdədir. Vav! Sən demə, Allahın padşahlığı, Allahın səltənəti və səltənətin sirləri bizim daxilimizdədir. Bizə isə öyrədiblər onu hardasa ətrafda axtarmağı, xaricdə axtarmağı, hansısa ölkədə axtarmağı, hansısa övliyədə axtarmağı, hansısa nə bilim, insanlar tərəfindən əllə tikilmiş binalarda axtarmağı bizə belə öyrədiblər. Bugün isə mən sənə tam tərsini öyrədirəm. 180 dərəcə əksini öyrədirəm. Mən sənə deyirəm, Allahın padşahlığı, Rəbb Allahın, səni yaradan Allahın padşahlığı sənin daxilindədir. Və sənin daxilində çoxlu sirlər var. Mən o sirlər barəsində başladım danışmağa keçən həftədən. Çünki oxudum ki, Koloslular 1-ci fəsil 27-ci ayədə deyilir ki, Allah millətlər arasında bu sirrin izzətinin necə zəngin olduğunu müqəddəslərə bildirmək istədi. Bəli, bu sir sizdə olan Məsihdir. O, sizə izzətə qovuşmaq ümidini verir. Əsrlərdən və demişdim, təkrar edirəm, əsrlərdən və nəsillərdən gizlədilən sir indi bizə açıqdır. Nə sir? Sual verə bilərsən, nə sir? O sir ki, Məsih sizin daxilinizdədir. İzzət ümidi. Halleluya. Səltənətin əsas sirri sizin daxilinizdədir. Mən bu barədə danışmışdım keçən dəfə. Allahın padşahlığı sizin daxilinizdədir. Bəs ona görə İsa Məsih dedi ki, Allahın səltənəti sizin daxilinizdədir. Allahın padşahlığı sizin daxilinizdədir. Səndədir artıq. Gizlədilən hər bir şey artıq sənə açılıb bugün.
Sir nədir? Sir bu, sənin daxilində olan səltənətdir. O vaxt ki, heç kim onu eşitmədi, o vaxt ki, heç kim onu anlamadı, o vaxt ki, insanlar İsa Məsih bu sözü deyəndə ki, səmavi padşahlıq sənin daxilindədir, düzdür, mən başa düşürəm, bu yeni bir açılış idi, yeni bir anlayış idi. İnsanlar onu da dərk etmədilər, anlamadılar. Niyə? Çünki onlara öyrədilmiş ki, səltənəti, Allahın padşahlığını, Allahın yaşadığı yeri, Allahın olduğu evi onlara öyrədilmişdi ki, onlar xaricdə axtarırdılar, ətrafda axtarırdılar. Bulutların arxasında axtarırdılar, ulduzların, günəşin arxasında axtarırdılar. Bugün isə sən açılıbdır. Bugün isə sən artıq demirsən, ya Rəbb, mənə göydən möcüzələr göstər, mənə əlamətlər ver, mənə səltənəti göstər. Var aranızda artıq Allahdan, İsa Məsihdən əlamət istəyənlər, mən inanmıram. Mən inanmıram ki, sənin artıq bu səmavi səltənət məbədinin üzvü olasan, bizim məbədin üzvü olasan, sən əlamət axtarasan, mən inanmıram. Sən göydən əlamətlər gözləsən, mən inanmıram ki, sən belə şeylər edəsən. Mən inanmıram ki, sən deyəsən ki, mənə səltənəti göstər. Çünki məsihçilər, imanlılar, hristiyanlar deyə əksəriyyəti hələ də hardansa göydən bir əlamət gözləyirlər. Başa düşmürlər ki, Allahın gəlişi ildırım kimidir. Keçən dəfə dedim, nə demək ildırım kimi? Sağa baxırsan Məsih, sola baxırsan Məsih, düz baxırsan Məsih, yuxarı baxırsan Məsih, aşağı baxırsan Məsih. Budur ildırım kimi gəlmək. Və biz artıq nə göydən əlamətlər axtarmırıq. Çünki o bizim daxilimizdədir. Və mən danışım ki, sizə dünyanın padşahlığı, yəni Allahımızın və İsa Məsihin səltənəti daxilimizdədir. Və o, bu dünyanın padşahlığı bizim daxilimizdə olan səltənətə tabe edildi. Bu barədə ayədə oxudum ki, qorxma ey kiçik sürü, çünki atanız padşahlığı sizə verməyə münasib gördü. Eşirirsən məni, sənə, deyə bilərsən mənə münasib görüb, o məndədir. Ona görə də padşahlıq səndədir, başa düş. Sənə münasib bilibdir bunu, səni layiq bilib Rəbb Allah. O sənə çürüyən, paslayan, qızıldan olan xəzinə yox. O sənə müvəqqəti olan nəyisə yox. O sənə padşahlığı verməyə münasib gördü. O münasib gördü ki, sənə padşahlığı versin. Anlayırsınız məni? Mən istəyirəm eşinim bir səsidir sizin ki, görüb anlayırsınız məni? Anlayırsınız bir, hə deyin, yox deyin, bir görün ki, sizə nə verildi? Siz başa düşün, bəli, nə verildi sizə? Kəlam deyir ki, ata Allahın sənə o padşahlığı verilməsini münasib bildi. Dinən o münasib bilinən mənəm. Əli döyüşünə. Dinən o mənəm. O məndədir. Bax, içində əlini içinə vurdursa, içindəki padşahlığı hiss eləyəcəksən. Bax, yaşayacaqsan onu. Mən sənə nağıl danışmıram, mən sənə reallıqdan danışıram. Mən əlimi vurdursa, o mənə toxunur. İçimdəki padşahlıq yenidən mənə toxunur, əlimə toxunur. Aleluya! Qorxma, ey kiçik sürü. Çünki atanız padşahlığı sizə verməyə münasib gördü. Siz bir kiçik sürüydiniz. İndi o sizə padşahlığı verməyə münasib gördü. Bu nə deməkdir? O deməkdir ki,
Təkrar edirəm, demişdim, bu özünü qoyun hesab edənlər indi bilsin ki, artıq qoyun deyirlər və daxilinizdə yaşamağa və qorxmağa alışdığınız dünyanın səltənətinin tabi olduğu, daxilinizdə bütün ətrafda olan padşahlıqların tabi olduğu padşahlıq var. Prezident aparatı. Anlayırsınız da mən nə demək istəyirəm? Sənin daxilində hər bir şeyin tabi olduğu padşahlıq var. Çünki oğulda, eşitirsən məni? Oğulda, denən məndə, heç olmasa dodağın tərpənməsini görüm. Məndə, mən baxmasaz deməyəcəm dalını, məndə, denən məndə, baxmasaz deməyəcəm. Məndə denən səmavi və dünyavi olan hər şey birləşdi, o mənəm. Allah! Denən məndə səmavi və dünyavi olan hər şey birləşdi. O mənim içimdədir, o məndədir, o məndə yerləşir. Allah! Allah, halleluya, sən oğulsan, sən əgər deyə bilirsənsə ki, məndə səmavi və dünyada olan hər şey birləşdi, sən elan edirsən ki, oğul mənəm, çünki oğulda birləşdi, bu başa düşürsən, sən nə edirsən bunu deyəndə, mən ona görə istəyirəm ki, sən bunu deyəsən, sən bunu yaşayasan, sən sübut edirsən bütün ətrafına ki, oğul mənəm, əgər məndə birləşdirsə səmavi və dünyada olan hər şey, mənəm oğul, mənəm qız. Daxili səltənət, xarici səltənət üzərində hökmranlıq edir. Bizim daxili səltənətimiz, xarici səltənət üzərində ağalıq edir. Çünki bütün xarici olan səltənət, daxildə olan səltənətə tabi edildi. Münasib bilindi, bizə verildi. Mən hələ təzə təbliğə başlamamışam, keçən həftəki barədə danışıram, təkrar edirəm. Mən istəyirəm ki, bu Allahın kəlamı ətlə sümüyün arasına girib orada lazım olan şeyi ayırt etdiyi kimi, bugün mənim danışdığım bu. Sənin daxilinin sirri, sənin daxilində gəzib, bütün daxilində olan qaranlığı işıqlandırsın. Çünki çürüyən bədən çürümezliyə və ölümə duçar olan bədən ölməzliyə büründükdə ölüm yox edildi. Yəni sənin daxilin xarici uddu, çürümeyen olan çürüyen olanı uddu, ölmeyen olan ölen olanı uddu, onun üzerinde qələbə çalındı deyə yazılmış söz yerinə yetdi. Onun üzerinde qələbə çalındı, qələbə yolu ilə baş verdi. Çünki bizim daxilimizdə olan daxiliniz, qulaq as, daxiliniz çöldə olanı udur. Ona görə də bu maşki dayandırmayın. Bu sizin bir nömrəli duanız olmalıdır. Belədir, bu dua budur. Dua Allah'tan sallanmaq deyil, mənə onu ver, bunu ver, Allah onu elə, bunu elə. Daxilimiz çöldə olan odur. Çünki o sizə nə qədər qəribə görünsə də, sizə nə qədər anlaşılmaz dərəcədə görünsə də, sizin daxilinizdə dünyada olandan inanılmaz qədər böyük olan bir səltənət, güc, enerji var. Və gördüyün hər şey sənin daxilindədir. Çünki ölüm yox edildi. Sizin daxilinizdə olan, istəyirəm ki, gözümün içinə baxasan. Bax gözümün içinə. Sizin daxilinizdə olan ölümü uddu. Xaricdə olan hər şeyi uddu. Mən indi başa düşürsən, sən daxilin şirlərin deyəndə mən nələr barəsində danışıram? Sənin daxilində olan ölümü uddu. Səmavi padşahlıq, əbədi padşahlıq, atanın əbədi padşahlığı ölümü uddu. Çünki Pavel də bunu deyirdi.
ki, çürüyən çürməz tərəfindən udulmalıdır. Ona görə də birdən çürüdüyünü görsən, demişdim keçən dəfə, yenə yadına çalıram. Birdən çürüdüyünü görsən, bil ki, sənin daxilində onu uda biləcək bir şey var. Çünki daxildəki daha böyükdür. Bildiniz nə deməkdir? Sizdə olan dünyada olandan daha güclüdür. Bizim daxilimizdə olan daha güclüdür. Və ona görə də mən keçən dəfə danışanda demişdim ki, hər şeyi öz daxiline götür. Çünki baş dünyada olan bu dünyəvi səltənət Allahımızın səltənəti oldu. Hansı ki, bizim daxilimizdə olan onu uddu. Və biz ətrafda olan hər şeyi götürüb öz daxilimizə yerləşdirib, orada onu dəyişirik. Artıq biz dua etmirik. Biz Yeşaya Peyğəmbər kimi biz demirik. Yenə də o nə deyirdi? Deyirdi ki, sən atamız, biz girik, sən isə dulusçu, biz hamımız sənin əlinin işiyik. İndi sən dulusçu və qarşında olan başa gələn bütün işlər sənin əlinin işləridir. Necə ki, bütün işlər Allahın əlinin işləri olduğu kimi, necə ki, bütün işlər Allahın başına gələn işlər onun əllərinin işləri olduğu kimi, sənin də başına gələn işlər sənin əllərinin işidir. Amin. Artıq bizi dulusçu, artıq bizi yaradan, artıq bizi hər şeyi içərimizə götürüb, onu daxilimizdə istədiyimiz kimi Rus demişkən lipid eləyən, istədiyimiz şəkil salan. Ona görə də o vaxt ki, sən özünlə ilahilikdəsənsə, sən özünlə ilahilikdə olduğunu anlayırsansa, hətta insanlar da sənin üçün plastik olacaq. Onlar sənin əlində gül kimi olacaq, sən onları dəyişə biləcəksən. Sən insanları xaricin gücü ilə dəyişə bilməzsən. Sən insanları ancaq sənin daxilində olan səltənətin gücü ilə dəyişə bilərsən. Nə bəxtəvərdir bu sözləri eşidən qulaqlar və ürəklər. Amin. Bəxtəvər sən. Ha? Var burada bəxtəvərlər. Əlici qaldırın görün. Var. Deyir, mənəm, bəli. O bəxtəvər mənəm. Təsəvvür edirsiniz ilahi düşüncənin nə etdiyini? Siz təsəvvür edirsiniz ilahi düşüncə nə edir? Sən ilahi düşüncədəsən, sən ətrafı götürürsən, xaricdə olanı götürürsən daxilinə, hər şeyi dəyişirsən, sən dulusçusan, sən artıq olsan, çünki sən Allah'ta olanda qulaq as. Sən Allah'ta olduğunu dərk edəndə, sən Allah'ın səndə olduğunu dərk edəndə, sən dərk edəndə ki, ata və mən birik nə deməkdir, hər şey sənin üçün gilə çevrilir, hər şey sənin üçün plastikləşir. Mən bu keçən həftə sizə öyrətmişdim ki, sən xaricdə olan şeyləri götürüb daxilinə gətirəndə, sən onu ora götürəndə o plastikləşir. Və mən inanıram ki, yavaş-yavaş sənə açılacaq ki, ümumiyyətlə, əgər bütün padşahlıq bizim atamız Allahın padşahlığına tabi olunursa, heç sən onu ora götürmədən də dəyişə bilərsən. Amin. Ancaq daxilin gücü ilə.
Sadece ben size öğrettim daxile götürmeyi ona göre ki bu yavaş yavaş uşaq kimi ilk addımdır. Sen onu özün güləşdirirsən, sonra onu istediğin şekilde sarırsan. Ama sen anlasan ki mənim nə varsa sənindir, sənin nə varsa mənimdir ayəsi sən açılsa, sən artıq ətrafda olan hər şeyi elə ətrafda da dəyişməsinə və onu idarə etməyə qadir olduğunu bilməyə başlayacaqsan. Çünki ilahi olduğunuzu, Allah'ın təbiətində olduğunuzu başa düşdüyünüz an, ata və sən bir olduğunu anladığın an, sənin atada və atanın da səndə olduğunu anladığın an, ətrafdakı hər şey kilə çevriləcək, ətrafdakı hər şey plastikləşəcək cənnəlində. Nə deyirsə, səmavi padşahlıq mayaya bənzəyir. Mayanı ona niyə vururlar, xamıra niyə vururlar? Onu dəyişmək üçün, onu istədiyi şəkilə salmaq üçün. Əsasən qadınlar bunu yaxşı bilirlər. Xəmiri yoğuranlar. Onun üçün içədir ki, səmavi padşahlıq nə deməkdir bu? Yəni sən ətrafda bərkimiş, daşlaşmış hər bir şeyi səmavi padşahlığı ora qatanda səmavi padşahlıq mayaya bənzəyir. Hatta 13-ə deyir bunu. Səmavi padşahlıq mayaya bənzəyir. Maya nə üçündür? Maya onu yeniləmək, təzələmək, çoxaltmaq, artırmaq, böyütmək üçündür. İndi başa düşməni, sənin daxilindəki səmavi padşahlıq maya kimidir? Ey Rəbbin səmavi padşahlığı məsləhət bildir, oğulları və qızları. Biz xamıra mayanı qatanda o xəmirlə nəsə olur, onunla nəsə baş verir. Çünki ora maya düşür, o şişir. Bax, indi başa düşürsən, baş verən ətrafda daşlaşmış şeylər sənin aləminə, səmavi padşahlığa düşəndə başa düşürsən, o niyə dəyişməyə məhkumdur? Çünki səmavi padşahlıq nəyə bənzəyir? Dedim indi, maya, droj. Halleluya. Sənin xaricində olan, yəni sən daxilində olan, üzr istəyirəm, sənin daxilində olan, yəni sən xaricdə olanı mayalandırırsan. Başa düşürsən, indi sənin duan nə edir? İndi anlayırsan, indiyə qədər etdiyin duaları nə qarırsanmış? Çünki sənin daxilində olan, xaricdə olanı mayalandırır, onun şəklini dəyişir, onu şişirdir, kiçildir, böyüdür. Əgər səmavi padşahlıq, əgər Allahın səltənəti İsa dediyi kimi maya xəmirinə bənzəyirsə, İsa nə dedi? Səmavi padşahlıq maya bənzəyir. Gəlin oxuyaq həmən yeri. 13-33. Hatta 13-33. O görün. Aleluya. Hatta 13. fəsil. İsa onlara başqa bir məsəl də söylədi. Səmavi padşahlıq xəmir mayasına bənzəyir. Bu sözü başa düşürsən idi, anlayırsan bu ayəni. İsa onlara başqa bir məsəl də söylədi. Səmavi padşahlıq xəmir mayasına bənzəyir. Qadın onu götürüb 3 kisə una qarışdırıb bütün xəmiri az yana dək saxlayır.
Aha, neçə illərdə oxuduğun ayə bu gün açıldısa, yoxsa da təkcə mənə açılıbdır. Ha? Açıldısa neçə illərdə oxuduğun bu xamır barəsində, maya barəsində. Ha, yoxsa Halleluya, səmavi padşahlıq mayaya bənzəyir. Ona görə də daxildə olan, xaricdə olanı mayalandırır. Çünki padşahlıq səndədir. Və əgər, təkrar edirəm ki, əgər səltənət mayaya, xəmir mayasına bənzəyirsə, onda daxilinizdə olan hər şey, çöldə olanın lazımı olduğu kimi, lazımı olduğu şəkildə, lazımı olduğu formada mayalaya bilir. Ətrafınızdakı hər şeyi, kiçik hər şeyi belə plastik edir. Əgər düşünürsənsə ki, bu imandır. Bəli, biz insanın daxilinin sirrindən danışırıq. Biz səmavi padşahlıqdan danışırıq. Biz danışırıq ki, səmavi padşahlıq sənin daxilindədir. Biz danışırıq ki, İsa Məsih daxili səmavi padşahlıq adlandırdı. Və mən bugün davam edəcəm ki, məndən başqa hər şey dəyişir. Çünki ona görə məndən başqa hər şey danışır ki, mən səmavi padşahlığam. Səmavi padşahlıq məndədir. Və ətrafdakı hər şeyi dəyişmək üçün mən gücü haradan alıram? Mən gücü səmavi padşahlıqdan götürürəm. Mən gücü səmavi padşahlıqdan alıram. Mən gücü öz daxilimdən götürürəm. Və mən deyirəm ki, daş və qaya bu yalnız sənsən, mənəm. Mən olan sənsən, mənəm. Qalan hər şey plastikdir. Qalan hər şey dəyişməyə məhkumdur. Ona görə də sizə xəbərdarlığım var. Əgər sən plastiksənsə, qalan hər şey sənin üçün daş olacaq. Belə etmə. Sən plastik olma. Sən qayasan, sən daşsan. Nə deyir? Petr məktəbində nə deyir? Mən qiymətli bir daşam. Sınanmışam. Möhkəməm. Təsdiqlənmişəm. Mənə inanan utanmaz. Bu nə deməkdir? O demək ki, məndən başqa hər şey dəyişir. O demək ki, bizcə dəyişməyən mənəm. Yəni, mən daşam, mən hərəkətsizəm, təkcə mən dəyişmirəm. Oxuyuram həmən yeri, 1. Pyotr 2:6. Mən qiymətli bir daşam, sınanmışam, möhkəməm, təsdiqlənmişəm. Mənə inanan utanmaz. Əvvəllər köhnə əhdə, yadınızda da o gün demişdim, əvvəllər biz nə deyirdik? Allah mənim dayağımdır. Davud nə deyirdi? Rəbb mənim çobanımdır. O mənim dayağımdır. O mənə təsəlli verir. Mənim köməyim odur. Ha? Yandırın kameraları, bir də baxım sizə. Əvvəllər elə deyirdik. Da elə demir, Rəbb mənim dayağımdır. Ha? Əvvəllər elə deyirdik. Rəbb mənim dayağımdır, köməyimdir. Köhnə əhdə elədir. İndi isə səhərdən bəlkə 30 dəfə təkrarlamışam. İndi isə nə deyirik? İndi isə deyirik ki, mən onunla birəm. Heç bir dayaq yoxdur. Heç bir məsafə yoxdur. Heç bir ayrılıq yoxdur. Mən onunla birəm. Mən ondayam. Çünki sən möhkəm, təsdiqlənmiş, sən qiymətli, çünki sən sınanmış bir daşsan.
Qalan hər şey artıq plastikdir. Çünki əgər kim olduğunu başa düşsən, əgər kim olduğunu anlasan, bu belədir. Əgər kim olduğunu anlasan, bu belədir ki, sən təsdiqlənmirsən, qiymətlisən, sınanmış bir daşsan və qalan hər şey plastikdir, hər şey cildir sənlərində. Bu məbəddə bizim bu səmavi səltənət məbədində olduğunuz əvvəlki illəri yadınıza salın. Sizi düşüncə ilə, biliklə qidalandırmaq, sizi bu fikirlərlə sizi qidalandırmaq, bu fikirlərlə, ona görə bu fikirlər barəsində sizinlə bölüşürdüm ki, mövqeyiniz sabit olsun. Siz qaya olasınız, siz daş olasınız. Əgər 5 il bundan qabaq indi dediklərimi sənə desəydim, sən başlayardın demək ki, sən cadugarlıq edirsən, sən nə bilim tilsim edirsən, sən nə bilim ezoterika dillər, nə dillər, nə bilim cürbəcür şar oynadanlar deyərdin ki, bu belədir. Amma bugün sən yaxşısan, sən səhmandasan. Və bizim bu təcrübələr öz gücündə sonsuzdur. Bu təcrübə ki, sən bu həftə ərzində etdin və bugün şahidçilik etdin, bu təcrübə sonsuzdur, sərhədsizdir. Bu təcrübə ümumiyyətlə sərhəd tanımır, çünki bu barədə nə yazdır? Efeslilər ən sevdiyim ayələrdən biridir. Efeslilər 1:19. Onun böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə sərf etdiyi qüdrətinin hədsiz böyüklüyünün nə olduğunu görəsiniz. Bizlərə sərf etdiyi qüdrətinin hədsiz böyüklüyünün, yəni bizim təcrübəmiz, bizim etdiyimiz işlərin gücü sonsuzdur, sərhədsizdir. Çünki gücün böyüklüyü, güc o qədər böyükdür ki, bu səndə ölçülməzdir, ölçülməz dərəcədədir, sərhədsizdir. Çünki sənin istifadə edə biləcəyin qüdrətli gücə heç bir məhdudiyyət, heç bir sərhəd yoxdur. Daxilində dəyişə biləcəyin plastikliyə, daxilində dəyişə biləcəyin o ki, sən qayasan, ətrafda olan hər şey sənin üçün gildir. Buna heç bir məhdudiyyət yoxdur. Ay, mən bunu götürüb gil kimi dəyişə bilərəm, amma bunu götürüb dəyişə bilmərəm, yoxdur. Ey! Rəbbin evladı, sənin üçün sərhəd yoxdur. Onsuz da sənin ixtiyarın yoxdur demək ki, mən bunu edə bilərəm, amma bunu edə bilmərəm. Bunu etsəm bu alınar, bu plastikləşər, yox bunu etsəm, bu plastikləşə bilməz, bu qaya kimi qalıbdır. Xeyr, dəyişməyən bütcə dinən mənəm. Çünki sənin daxilində olan gücə, dəyişikliyi edən gücə, daşlaşmış vəziyyəti plastikləşdirən, gilə çevrilən gücə heç bir məhdudiyyət yoxdur. Oy. Ya.
Oy, 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 oy. Aleluya. Minnettarım ata. Minnettarım ata. Ata minnettarım sana. Ata sana minnettarım. Ben sana ata diyebilirim ata. Ben minnettarım sana ata. Ben minnettarım sana baş verenlere göre. Ben minnettarım sana ata. Ben minnettarım sana ata. Ben yine sana deyirəm. Sənin daxilində dəyişə biləcəyin plastikliyə heç bir məhdudiyyət yoxdur. Amma siz bunları eşitdikdən sonra dərhal gedib dünya xəritəsini dəyişməyə çalışmayın. Gedib hansısa prezidenti işdən, hansısa ölkənin prezidentini işdən çıxarmağa tələsməyin. Bunu yavaş-yavaş bir plastiklə necə işləməyi, şərtləri öyrənin. Və biz bu şərtləri öyrənəcəyik yavaş-yavaş. Sən başlayacaqsan, həyatında olan vəziyyəti yavaş-yavaş dəyişərək böyük işlərə sonra girişəcəksən. Sən bunu praktikada edəcəksən. Çünki Süleyman nə deyir? Uzaq görən hikməti ilə öz yolunu anlar. Biz uzaq görənik. Bizdə hikmət var və biz öz yolumuzu anlayırıq. Deyir, axmaq səfehliyi ilə özünü aldadar. Çünki ağlın müdürüşlüyü, ağlın hikməti yolunuzun biliyidir. Süleyman deyir ki, uzaq görən hikməti ilə öz yolunu anlar. Deməli, ağlın hikməti yolumuzun bilməsidir. Biz yolumuzu bilirik. Amin. Ona görə də ağlın hikməti yolunuzun biliyi olduğu üçün başlamaq lazımdır yolumuzu dəyişməyə, şəraitimizi dəyişməyə. İsa səni çağırır. İsa səni nəyə çağırır? İsa nə üçün deyir ki, səmavi padşahlıq sənin daxilindədir? İsa nə üçün səni prezident aparatına, əsas prezident aparatı, anlayırsınız da mənə nə demək istəyirəm prezident aparatı deyəndə? İdarəçilik olan yerə İsa səni daxilinizlə hökümranlıq etməyə çağırır ki, daxilinizlə hökümranlıq edin. Və xarici metodlarla idarə edin. Çünki xarici metodlarla idarə edən dünyanın hakimiyyəti altındadır. Çünki hamı eynilə xarici təzyiqləri və şərtləri dəyişdirmək üçün xarici yollarla çalışırlar. İsa isə səni çağırır ki, daxilindəki hökümranlıqla, səmavi padşahlığın hökümranlığı ilə hər şeyi dəyişməyə çalış. Çünki İsa sözün əsl mənasında bildirir ki, o vaxtdan bəri bilməlisiniz, daxili dünya xarici dünyaya hakimdir və onu istifadə edən gücü oradan alır. Onu istifadə edən gücü oradan götürür. Ona görə də sən o gücü götürməlisən.
Maddada deyirək ki, Vəftiçi Yahyanın günlərindən indiyə qədər səmavi padşahlığı zorla alınır və zor işlədənlər onu ələ keçirir. Oyan, ey Rəbbin oğlu, qızı, oyan, bax bu ayə maddə 11-12, bu daxildən gücü almaq və hökümranlıq etmək çağırışıdır. Rəbb Allah səni çağırış edir. Deyir ki, Vəftiçi Yahyanın günlərindən indiyə qədər səmavi padşahlığı zorla alınır və zor işlədənlər onu ələ keçirir. O səni çağırır, İsa sənə çağırış edir. O deyir ki, daxilinizlə hökümranlıq edin. Daxilinizlə hökümranlıq edin. Öz daxilinizdə olanla hökümranlıq edin. Çünki daxili aləmin gözəl mənbələri var. Amma bu səltənətdə ən vacib şey, bu daxili səmavi səltənətdə, sənin daxilində olan səmavi səltənətdə ən vacib olan şey nədir? Sənin daxildə, səmavi səltənətdə ən vacib olan şey, sənin daxilində olan bu mənbələri görməkdir, bu sirləri bir-bir görməkdir. Sən onları görməlisən. Çünki müqəddəs ruh, Pavelin dediyi kimi, bunun üçün bir müqəddəs ruh, səndə olan müqəddəs ruh, bu səndə daxili görmək üçün elə bir göz kimidir, o sənin bir gözündür. İllər bəridir, eşitdiyin kəlamı indi eşidəcəksən və deyəcəksən ki, mən başqa cür düşünmüşəm. Ona görə sənə deyirəm ki, Pavel bunu deyil. O deməkdir ki, o müqəddəs ruh ki, sənə verildi, o sənin üçün bir göz kimidir ki, sən daxilində olan səmavi səltənətin sirlərini görəsən və onlardan istifadə edəsən. Nədir? 1. Korinth 2. fəsil 12. ayə. Biz bu dünyanın ruhunu deyil, eyvah! Biz bu dünyanın ruhunu değil, Allah'ın ruhunu qəbul ettik ki, Allah'ın verdiği şeyleri bilək. Biz bu dünyanın, biz xaricdə olan gücü almadık. Biz bu dünyanın gözünü almadık. Biz o gücü almadık ki gücdən istifadə edək. Biz xaricdə olan gözü almadık ki görməyə başlayaq. Biz Allah'ın ruhunu qəbul etdik. Allah'ın verdiği şeyləri bilmək üçün. Müqəddəs ruh. Denən müqəddəs ruh. Denən, təkrarla, denən müqəddəs ruh. Bu bir dinən göz kimidir mənim üçün. Denən müqəddəs ruh mənim üçün bir göz kimidir. Lan o mənə göstərir ki, təkrarla, denən müqəddəs ruh mənə göstərir ki, mənim səlahiyyətimdə nələr var, nələr var, nələr var. Sən köhnə düşüncə ilə bunları görə bilməzsən. Sən köhnə təlimlə bunları görə bilməzsən. Sən dırnaq arası kilsə, dindar təlimləri ilə bunları görə bilməzsən. Sən bugünkü Azərbaycanda təbliğ edən kilsələr vasitəsilə bunları görə bilməzsən. Onlar, o təlimlər birbaşa səni kör edir. Çünki özləri kördülər. Kör isə körü hara para bilər. İkisi də quyuya düşməzmi? Sən bunları köhnə düşüncə ilə anlaya bilməzsən. Bundan əvvəl Həvari Pavel nə deyir? Həmən ayədən əvvəl. Biz bu dünyanın ruhunu deyil,
Allah'ın ruhunu qəbul etdik ki, Allah'ın verdiği şeyləri bilək. Bundan əvvəlcədir ki, axı insanın düşüncələrini insanın daxilində olan ruhdan savayı kim bilə bilər? Eləcə də Allah'ın düşüncələrini onun ruhundan savayı heç kim bilməz. Çünki Allah'ın ruhundan başqa heç kim Allah'ı tanımır. Allah'ın sənin içində olduğunu bilmək üçün sən Allah'ın ruhundan istifadə etməlisən. Yəni, sənə verilənləri bilmək, daxilində nə olduğunu bilməkdir. Sənə səmavi padşahlıq verilib, sən bilirsən ki, sənə nə verilib. İnsan ruhundan başqa, insanda nə olduğunu kim bilə bilər, ha? İnsanın ruhundan başqa, insanda nə olduğunu ancaq insanın ruhu bilə bilər. Allah'ın ruhundan başqa heç kim Allah'ı da tanımır. Allah'ın ruhu, Allah'ın içində olanları bilmək üçün lazımdır. Allah'ın ruhu ona görə sənə verilib ki, sən Allah'ın içində nə olduqlarını biləsən, o sirləri biləsən. Bu sənə bir göz kimi verilibdir. Və bu, siz özünüzü ilahi saymağınız lazım olduğuna dair daha bir təsdiq, daha bir möhür vurur ki, və ki, yəni sizə Allah'ın ruhu verildi. O bir daha səni möhürlür ki, sən təsdiqlənirsən ki, sən ilahisən, sən ilahdansan və sən ilahsan. Sən yeni ilahi mahiyyətdəsən və müqəddəs ruh sənin gözün kimi, elə bil o sənə göz kimi verilib ki, nəyə sahib olduğunu sənə göstərsin, sən görəsən onu. Müqəddəs ruh sənə nəyə sahib olduğunu göstərir. Sözün əsl mənasında, biraz da dərinliyə geçsək, xaric üzərində hökümranlıq edən səltənəti görməyə sənə imkan yaradır, imkan verir. Bu güclü vəkdir dostlar, qardaşlar, bu çox güclü vəkdir. Bu vək atom bombasını belə geridə qoyur. Ona görə də bu vəhlərin qədrini bilin, bunların üzərində düşünün, təkrar baxın. Çünki daxilinizdəki səltənəti insan mövqeyindən öyrənmək mümkün deyil. Daxildəki səltənəti yalnız sən Allah'tan öyrənə bilərsən. Buna görə məhz Rəbb Allah'dır, yəni müəllim Allah'dır. Rəbb Allah'dır. Ümumiyyətlə, bu ifadənin Rəbb Allah'dır. Bu nə deməkdir olduğunu hiç düşünmüsünüz? Ben bilirəm ki, dünya bu barədə düşünmür. Onlar dedilər, ya Rəbb kömək ol, ya Rəbb kömək ol. Və mən onlara deyəndə ki, Rəbb müəllim deməkdir, çoxlarının ürəyi dayanır, ağızları ayrı qalır, ürəkləri dayanır. Çünki min illiklərdir. Rəbb deyirlər, amma mənasını bilmirlər. Və bir Rəbbə şükürlər olsun ki, bizi öyrədən Allah'a, bizi öyrədən müəllimə şükürlər olsun ki, biz varıq və bugün bunu yayın edirik yer üzərinə. Onun görə deyirəm ki, sənin daxilindəki səltənəti insan mövqeyi ilə öyrənə bilməzsən, ancaq Rəbb Allah'tan öyrənə bilərsən.
Rəbb Allah, yəni Rəbb ağadır, yəni Allah ağadır deməkdir. O öyrədəndir, o müəllimdir deməkdir. İlahilik yalnız hökmranlığı nəzərdə tutur. Sənin ilahi olmağın, sənə hökmran olmağını nəzərdə tutur ki, sən hökmransan. Bütün məqam budur. Ona görə sənə ilahi olmağını anlatmaq, öyrətmək, sənə müqəddəs ruhu sənə verib ki, onu sən səmavi padşahlıqda kim olduğunu bilmək. Ona görə sənə verib ki, bu məqamdır, bu hansı məqamdır, yaradılır, 1.26-da deyilən məqamdır. Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy dənizdəki heyvanlara, çöldəki quşlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin. Hamısını plastikləşdirsin. Hamısını dulusçu, cili əlində götürərək ürəyi istədiyi şəkili verməyə yadınızda da ilk dəfə Adəm başladı. Var burada mən anlayanlar. Halleluya. Əgər hökmranlığınızı, idarəçiliyinizi, yəni idarə etməyinizi birləşdirirsinizsə, daxilinizin köməyi ilə xarici üzərində hökmranlıq etməyəcəksiniz. Bu ilahiliyin mənası nədir? Əgər sən daxilinlə, daxili hökmranlıqla xarici hökmranlıq üzərində padşahlıq etməyəcəksə, hökmranlıq etməyəcəksə, sənin ilahiliyinin nə mənası var? Sual verirəm sənə. Cavab istəmirəm, səni düşündürən bir sual vermək istəyirəm. Sənin daxilində olan ilahi, Allahın padşahının gücü ilə, onun səltənətinin qanunları ilə, daxilinin köməyi ilə, mənə bax, xahiş edirəm. Sən öz daxilinin köməyi ilə xaric üzərində hökmranlıq etməyəcəksə, sənə verilən bu ilahiliyin nə mənası var axı? Mənası nədir axı? Məni anlayırsan gözəl? Məni başa düşürsən? Çünki İsa nə dedi? Qorxma ey kiçik sürü. Çünki atanız padşahlığı sizə verməyə münasib gördü. Yəni kiçik sürü sevin. Siz indi qoyun və sürü deyilsiniz. Sizə padşahlıq verilibdir. Sizə ağalıq verilibdir. Sizin daxilinizə ətraf padşahlıqlar üzərində ağalıq verilib. Bütün ətrafda olan padşahlıqlar sizin daxilinizdə olan padşahlığa tabi olunubdur. Tabi etdirilibdir. Hökmranlıq havaq ola bilər. Əgər qoyun olmağını dayandırsa, hökmranlıq edə bilər. Ha? Razısan məndən? Çünki qoyun olmağını dayandıranda o hökmranlıq edə bilir. Siz əvvəllər İsa'nın səsini eşidəndə İsa'nın qoyunları idiniz, bəli. Və onun arxasında getdiniz da, elə deyilmi? Amin. Əvvəllər biz onun səsini eşitdik. Çünki yazılı baxın, quzularım səsimi eşidir. O yazır ki, quzularım səsimi eşidir. Mən də onları tanıyıram və mənim ardımca gəlirlər. Biz əvvəllər İsa'nın səsini eşitdik və onda biz onun qoyunları idi. Çünki o deyir ki, qoyunlarım səsimi eşidir və arxamda gəlir. Bir səs eşitdin və sən hərəkət etməyə başladın. Onun arxasıyla getməyə başladın. Və sən bir quzu kimi, bir qoyun kimi onun səsini eşitdin, onun arxasıyla gedəndə, amma arada bir məsafə var idi. Bir qoyun məsafəsi var idi.
Ha, ben bu sözden bir koyun mesafesi var idi. Mesafe buradaydı, burada. Mesafe fiziki değildi. Ama çevrilme baş verdi. Değişme baş verdi. Vay. Sonra koyunun harasa gönderildiği, siz hiç görmüşsünüz ki koyunu harasa göndereler. Koyunu etene göndermirler. Koyun çobanın arkasıyla gelir. Sonra İsa bizi gönderdi, dedi gidin, dünyaya tebliğ edin. Sen artık koyun olmaktan çıkırsan, İsa seni bir yere gitmeye gönderdiyse, İsa seni bir yere gönderdiyse, artık sen koyun rütbesinde değilsen, sen artık onun özü kimisən, sen onun bütün selahiyetlerini, onun bütün gücünü tatbik edebilen kimisən. Vay! Biz sənə minnətdarıq ata. Biz sənə minnətdarıq Rəbb. Biz sənə minnətdarıq ki, biz artıq sənin özün kimiyik. Biz artıq sənin səsini eşidib, sənin arxanda gələn quzular, qoyunlar kimi deyilik. Biz səndəyik, sən isə bizdəsən. Sən və biz birik. O, halleluya. Sən və biz birik. Səmavi padşahlıq bizə verildi. Səmavi padşahlıq daxilimizdədir. İsa bunu yadımıza saldı və bizə müqəddəs ruh verildi ki, bizim gözümüz daxilimizdə olan padşahlığın sərhədsiz imkanlarını görsün. Sən hər şeylə təmin olunmusan. Rus dilində buna asnasyon deyirlər. Ты со всеми оснащен, чтобы использовать силу Царству Небесное, которое внутри тебя, и видеть все возможности, данным тебе Духом Святым, как глаза. Аллилуйя. Bu Rus dilində bugün bura qoşulanlar üçün dedim, səmavi padşahlıq sənə verilib və sənə müqəddəs ruh verilib ki, sənin daxilindəki səmavi padşahlığın imkanlarını görmək üçün sənə bir göz rolunu oynasın. Müqəddəs ruh sənin üçün bir göz rolunu oynasın. Sənə təşəkkür edik bu açıqlamalara görə, bu vəhlərə görə sənə minnətdarıq, ya Rəbb. Sən xeyirxahsan, ya Rəbb. Biz minnətdarıq bu vəhlərə görə, ya Rəbb. Biz indi bilirik ki, müqəddəs ruh bizə niyə verilib. Biz indi anlayırıq ki, səmavi padşahlıq niyə daxilimizə yerləşdirilib. Biz indi anlayırıq ki, nə üçün İsa Məsih deyirdi ki, səmavi padşahlıq sizin daxilinizdədir, uşaqlar. Daxilinizdədir, daxilinizdədir, daxilinizdədir. Sərhədsiz gücə malik olan, sərhədsiz enerjiyə malik olan, hər şeyi plastikləşdirən, hər şeyi gilə çevirən, hər şeyi gildən ürəyi istədiyi fiquru şəkili ala bilən, səmavi padşahlığın sərhədsiz qüvvəti daxilinizdədir. Halleluya. 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 Amin. Amin.